Yine dronlara göre samolyotumuz qalmışıq. Aeroportda, Vnukovda qalmışıq. Dedilər saat neçədə açılacaq Aynur? Dua dedilər ki 21:40-da uçmalıydıq. İndi də yox, onu da dəyişdilər, 0:35-ə keçdi. İndi oradan oğlan dedim. 23:35-ə saxlamışlar. İndi 10:35-ə İnşallah görək bugün evimizə, işimizə gəlib çıxa biləcəyik. Göz bizi, nəfsimizi çəkin də. Göz nəfis. Mənə xahiş edirəm ki, Azar rəhbərliyi cavab versin. Burada heç kim bizə cavab verə bilmir. Bu qardaş daxil, heç kim mənə cavab vermir. Deyir, sabah axşam uça bilərsən, ya yaxud uça bilməzsən. İndi bu nə qədər düzgündür? Əgər müharibə dövrünü yaşayırsa Rusiya, Aeroflot Şermetovdan necə uçur? Onun aydınlığını vermək istəyirəm ki, siz verəsiniz. Azal bu boyda milləti, ailə, uşağı hamısını küçədə qoyub, çöldə qoyub. Cəmaatın balaları hamısı belə çöldə qalıb. Mən başa düşə bilmirəm, ay Azal rəhbərliyi, siz nə etmək istəyirsiniz? Aynur da orada da əsəbindən partlayır. Siz nə etmək istəyirsiniz? Yəni bizə bir qərar verin ki, konkret, mənim sabah işlərim var, mən ailəmin, evimə qayıtmalıyam, ailəmə qayıtmalıyam. Siz nə etmək istəyirsiniz? Bilmək istəyirəm, ay Azal rəhbərliyi, bizə bir dənə cavab verin ki, səbəb nədir uçmamağınızın? Xahiş edirəm. Hörmətli Azal rəhbərliyi, baba oğlanı qoymuşsunuz bura, baba. Sizin əməkdaşınızdır, güya bu. Baba başda duran. O da bu boyda millətə cavab verə bilmir. Baba millət qalıb bu vəziyyətdə. Cavab verə bilmir. Heç olmuyor o yediğiniz pullardan biraz artıq verin, 3-4 dənə işçi qoyun bura. Cəmaata cavab versin, atmen eləyəndə.